Zabil müəllim, bu günləri Tərtər mollalarından ibarət olan ruhların WhatsApp qrupu kimi tanıdığımız, yəni bu cür təqdim olunan məhkəmə prosesi, bir qrupun məhkəmə prosesi başa çatdı. Siz bu məhkəmədə təqsirləndirilən şəxslərdən birinin vəkilisiniz. Sənan Məmmədovun vəkilisiniz. Məhkəmə çıxışınızda bəzi məqamlara toxunduğunuzda bu insanların günahsız olduğunu qeyd etdiniz. Zəhmət olsa bu barədə danışarız. Çox sağ olun, təşəkkür edirəm. Deməli, Məmmədov Sənan Vaqifoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2 və eyni zamanda 234.1 maddəsi ilə təqsirli bilinirdi və məhkəmə onun barəsində ittiham hökmü çıxartdı və 62-ci maddəni tətbiq etməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Yəni, siz özünüz də iştirak elədiniz biz məhkəmədə. Deməli, mən 278.2 maddə ilə ümumiyyətcə təqsirlənən şəxsin hər hansı bir hərəkət etməsinin sübuta yetirilmədiyini qeyd edirdim. Çünki orada məsələ nədən ibarətdir? Kimsə götürüb mənim WhatsApp belə götürək ki, nömrəmə hansısa bir internetdə yayılmış videonu atırsa, bu mənim tərəfimdən hakimiyyətin zorla ələ keçirməsinə çağırış kimi qiymətləndirilə bilər. Biz bunun üzərində dayandıq ki, yəni söhbət 278.2 maddədən gəlsə, burada konkret hərəkətlərdən söhbət edə bilər. Yəni, burada cinayətin obyektiv cəhətinin icra olması üçün müəyyən əsaslı hərəkətlərin həyata keçirilməsi olmalıdır. Biz istəyirəm, siz o maddəni bir açıqlayardınız, bilməyənlər də bilsin ki, nədə ittiham olunurlar. Hakimiyyətin zorla ələ keçirilməsinə belə götürək ki, çağırış etmədə və eyni zamanda konstitusiya quruluşunun dini radikalizm yönündə dəyişdirilməsi məsələsidir ki, yəni biz hesab edirik ki, o maddəni bu şəxslərə vermək doğru deyil. Ona görə ki, bunlar kimi ki, devlət çevirsinlər. Bunlar belə götürək ki, biri usta idi, gedib qarası sıva vururdu. O birilər də heç bir yerdə işləmirlər. İkisi də gedib qəbristanlıqda mollalıq edirlər. Bu necə devlət çevirə bilər? Devləti çevirmək üçün real əsaslar olmalıdır, bunun tank olmalıdır, top olmalıdır. Necə əsaslandırırlar? Heç ümumiyyətlə əsaslandıra bilmədilər. Bunlar dedilər ki, yəni belə bir fikir var ki, bunların ikisinin haradasa Ruhullah Axundovdur, sonra Tohid İbrahimli oldu, bir də ki, Bəxtiyar var, onunla əlaqələri var. Yəni, İranda yaşayan Azərbaycanlar. Onlar da götürüb mənim paylaşımlar eləyib, bunlar da belə götürəkdə Hüseyin aşiqləri də vurulublar onlara, bunlar da götürüb hansısa. Bunlar da deyəndə mənim müdafiə etdiyim şəxs heç bir paylaşım eləmir. Sadəcə Arif Cümşüdovun bir paylaşımı var idi ki, yəni onların atdıqları videoları, YouTube-da olan videolarını başqa şəxslərə göndərmişdi. Yəni YouTube-da artıq paylaşılan videonu götürüb paylaşmışdı. O əslində belə götürək ki, çağırışda deyildi heç. Çünki 281-ci maddə var da, eyni belə götürək ki, oxşarlıq var. Orada hərəkətdən söhbət deyilsə, burada çağırışlardan söhbət deyil. Bunun çağırış anlamına da gətirmək olmaz. Ümumiyyətlə, Zabil müəllim, deyə bilərsinizmi ki, hər hansı bir cinayət faktı olmadan bu insanlar ən ağır maddələrdən çox böyük həbs cəzası verirlər. 17 il, 8 il. Mən bir şey deyim sizə, bilirsiniz, yenə deyirəm, hər bir halda o 234.1-1-i bilirik, onu nəyə görə qoymuşdular. Artıq Arif Cümşüdov aparı ifadə aldıqdan sonra bunları gətirib hamısı narkotikana tutulmuşlar. Deməli, 25 fevralda Tərtərdə hər yerdə narkotika tapırdılar yerdən. Yəni, bu biraz ağlabatan məsələ deyil. İkincisi, mənim müdafiə etdiyim şəxs ümumiyyətcə dövlət təhlükəsi xidmətində olanda özünü təqsirli bilməmişdi. Qeyd etmişdi ki, mən bu cinayəti törətməmişəm və mütəşəkkil cinayətkarlara qarşı mübarizə baş idarəsində isə təzyiq altında ifadə vermişəm. Və mənim müdafiə etdiyim şəxsin heç bir təqsiri yox idi. Mənim müdafiə etdiyim şəxs gözdən əlil adamdır. Belə götürək ki, onun hər hansı bir çağırış etməsi, hər hansı bir hərəkət etməsi özlüyündə belə götürək ki, heç bir əsasla sübuta söykənmir. Mən hesab edirəm ki, düzdür, bizə şükür eləmək qalır. O 8 il müddətinə biri var, 17-18 il verirlər. Bir də 8 il verirlər. Buna da haradasa sevinmək istəyirik. Amma üzr istəyim, bir şey deyim ki, siz deyirsiniz işgəncə. Konkret olaraq işgəncə faktları ilə bağlı nə deyib? Necə, hansı şəkildə işgəncə verilib onlara? Mənim müdafiə etdiyim şəxs deyir ki, məni şapalaqla vurmuşlar, yumruqla döymüşlər. Ona görə orada məndən ifadə almışlar. Yəni, məntiqlidir. Nəyə görə mütəşəkkil cinayətkarlara qarşı mübarizə idarəsində mənim müdafiə etdiyim şəxs etirafa girdi, amma Milli Təhlükəsizlik Nazirliyinin, yəni Dövlət Təhlükəsizlik Xidmətinin istintaq idarəsində etirafa getmir. Çünki orada işgəncə olmayıb. İşgəncə olmayıb da orada. Yəni, amma banditizmdə işgəncə... Bəli, indi mən bir söz deyim sizə. Dövlət Təhlükəsizlik Xidməti o qədər də nüfussuz bir qurum deyil ki, banda edilə nisbətdə. Amma orada olmamışdı. Ona görə də şəxs konkret olaraq ifadəsində də göstərir ki,
mənim dövlət çevrilişinə qədər heç bir fikrim olmayıb, belə bir niyyətim olmayıb. Yəni burada nə yazıblar ittihamda? İttihamda yazıblar ki, əhali ayağa qalxanda. Mən də dedim, əhali ayağa qalxanda şərtindən asılı eləmişsiniz. Əhali heç ayağa qalxmayacaq bəlkə. Yəni bunların hərəkətliyi baş verəcəkdi əhali ayağa qalxanda da. Qalxanda orada qalxmayıb bax hələ. Əhali ayağa qalxmamış, amma bunlar həbs olundular. Bəli, bəli. Yəni mən də hesab edirəm ki, o vaxt demək ki, o əhalinin ayağa qalxması məsələsi də real deyildi. Çünki yəni dedim də hakimiyyətin o dövrlərdə çox böyük nüfuzu var idi. Qarabağ işğaldan azad etmişdi. Əhali hara qalxacaq? Əhali əsasında hakimiyyətə bir təşəkkür edirdi ki, torpaqlarımızı alır. Elə. Çox sağ olun Zabir bəy, təşəkkür edirəm. Sağ olun.